top seçmə edəcəklər. Görüşü Sezar Ionescu'nun başçılıq etdiyi Rumuniyalı Hakimlər Briqadası idarə edir. Komandamızın heyəti Vəli Qafarov və Ağaseyid Qasımov. Qapçılar Cəfər Cəfərov, Ramid Çovdarov, Xətai Bağırov, Rüzgar İbrahimzadə hal-hazırda meydan oyuncularını istəyir. Elvin Əlizadə, komandanın kapitanı Samir Əmzəyev, Talih Babayev, Mini Mehdi, Vüsal İsayev, Təmkin Xəlizadə, Məhəmməd Xəlilov, Rəvan Kərimov və Kənar Mirzəliyev, Eşkin Tağıyev, İsa Atayev. Komandamızın heyəti məhz bu şəkildədir. Ukraynalılar, onların da heyəti təqdim olunur. Rumuniyalı Sezar Ionescu'nun başçılığı etdiyi Hakimlər Briqadası idarə edir. Ona ikinci hakim İstvan Mut kömək edəcək. Video asist referdi, yəni barda Tomaş Havel, Çexiya təmsilçisidir. Üçüncü və dördüncü hakimlər isə Slovakiya və Sloveniyalıdır. Əslində Aleş Müller bizə tanış hakimdir, oyunlarımızı idarə edib Aleş Müller Sloveniyalı hakim və Matej Horvat Slovakiyalı hakim. Bugün üçüncü və dördüncü hakimlər məhz bunlardılar. Hər şey demək olar ki, hazırda komandalar xatirə şəkil çəkdirirlər. Milli komandamız əla oyunlar nümayiş etdirərək, möhtəşəm qələbələr qazanaraq finala kimi irəlilədi və bugün finalda rəqib Ukrayna seçməsidir. Ukrayna komandası ilə görüşdə milli komandamıza uğurlar arzulayır və Bratislavadakı azarkeşlərimizi salamlayır futbolçularımız. Onlar bugün bu arenada komandamızı dəstəkləmək üçün buradalar. Ümumiyyətlə Tipos arenada çox maraqlı, çox əyləncəli görüntülər var. Ukraynalı azarkeşlər də tribunanı boş qoymayıblar və xüsusi musiqi nömrələrlə azarkeşləri əyləndirən tədbirlər də həyata keçirilir. Və İtalyalı futbolcusu Francesco Totti də yoldaşlı görüşü üçün bu arenadadır və indi tribunada bu qarşılaşmanı izləyənlər arasındadır. Roma əfsanəsi Elşad Quliyevə görürsünüz. Bu isə milli futbolcu Azərbaycan millisinin əfsanəsidir. Dünya və Avropa çempionudur. Görüş başlayır komandamıza. Uğurlar arzulayırıq. İlk hücum cəhdi milli komandamızda olacaq. Talih Babayev bugün Vəli Qafarovla başladı. Baş məşqçi Ağaseyid Qasımovun ötən oyunda yün zədəsi var idi və indi Vəli Qafarov penaltilər seriyasının qəhrəmanı, rəqibinin zərbəsini dəf etdi. Komandamızın finala çıxmasında müstəsna rol oynayan qolkiper. Ümumiyyətlə penaltilər seriyasında penaltilərdə Vəli Qafarov daha usta bir qapçıdır və bu öz sözünü də elə yarım finalda Serbiya millisi ilə görüşdə özünü göstərdi. Ukraynalılar da kifayət qədər parlaq oyun nümayiş etdirərək finala yüksəliblər. Bir sözlə bizi çox maraqlı bir qarşılaşma gözləyir. Arenada da azarkeşlər bir an belə susmadan hər iki tərəfi İləliyə səsləyirlər. İndi az qala Ukraynalı futbolçu qapçı da hadisi səhv yol verəcəklər. Hücum qurmağa çalışırlar. Vəli Qafarov irəliləmək üçün fürsət var idi amma burada Cəfər Cəfarov və Xətai Bağırov bir-birlərini tam başa düşmədilər. Top yağ xətdən çıxır. Ukraynalılar topu oyuna daxil edəcəklər. Dimitri Sorkin ötürməklə başladı. Boşluq var. Belə bir boşluq vermək olmaz. Qapıya zərbə ilə tamamladı. Burada Dimitri Koloçko idi. Komandanın kapitanı, Ukrayna millisi komandasının 13 nömrəli futbolçusu, eyni zamanda kapitanıdır Vəli Qafarov. Rəvan Kərimov Avropa çempionatında çox yaxşı oyun göstərir. Rəvan Kərimov əla qollar vurur və Vəli Qafarov irəliyə kimi çıxdı. Vəli Qafarov, Vəli qapıya zərbə! Vəli Qafarov! Çox təhlükəli bir zərbə həyatda qaldı. Komandamızın İlk təhlükəli zərbəsi qapçıdan gəldi. İkinci dəqiqədə Vəli Qafarov Kiverin atışa rəyli çıxmadı. Adət edib komandamız. Burada toxunuş da vardı. Ukraynalı golkiper son anda toxunmuşdu. Məhəmməd Xəlilov küncdən zərbəni yerinə yetirəcək. Ötürməklə başladılar. Yenə də qapı önünü ötürmənin qarşısı kəsilir. Yenə də Ukraynalı futbolçudan toxunuş var və yenə də küncdən zərbə. Ramid Çovdarov Serbiyalı oyunda həll edici penaltini vuran futbolçu. Rəvan yaxınlaşdı. Məhəmmədin ötürməsi bir qədər geriyə. Qapı önünü ötürülən top amma burada Xətai Bağırov qapıya dəqiq istiqamətləndirə bilmədi topu. Miroslav Mahuj belədir tam olaraq adı soyadı Ukraynalı qapçının və iki dəfə ilk dəqiqələrdən komandasını xilas etdi. Onun toxunuşu Vəli Qafarovun fərqlənməsinə imkan vermədi. Rəvan Kərimovla Məhəmməd Xəlilov irəlidə pressing edir. Komandamız ilk dəqiqələrdə topu elə keçirərsə təhlükə yarada bilərdi. Topu meydanda saxlamaq mümkün olmadı. Out. Nominal qolaq qismində çıxış edir milli komandamızın futbolçuları. Ukraynalılarsa nominal ev sahibi qismində. Bu görüşdədirlər. Rəvan Kərimov
Talih geriye oynadı. Vəli Qafarov. Yenidən ötürmək istənilən kimi alınmadı. Bir qədər tələsdilər. Rəvan. Topu özündə çox yaxşı saxladı. Ramil Çovdarovla irəliyir. Ramizin ötürməsi. Məhəmməd Xəlilov. Onun qarşısını kəsdilər. Rəvan topu tuta bilmədi. Rəvan burada topu ələ keçirə bilmədi. Arenada da əla bir ab-hava var. Hər iki tərəfin azarkeşləri çox yaxşı ab-hava yarada biliblər. İndi out'u Ukraynalılar yerinə yetirir. Əvəz etməli olacaq. İndi Ukraynalıların hazırlaşan futbolçularını görsünüz. Əvan Kərimov qarşısındakı futbolçuya qarşı pressing edirdi. Topu ələ keçirə bildik. Bəli, Rəvan bir qədər də geriyə. Ramizdən irəliyə doğru ötürülən top. Xətai Bağırov. Topu özündə çox yaxşı saxlaya bilən bir futbolçudur. Məhəmməd Xəlilov. Qapçı ilə oynayır Vəli Qafarov. Vəlidən ötürmə, cinah boyu, Talihin ötürməsi keçmədi. Belə bir məqamda ötürmə keçmir Vəli Qafarov. Zərbənin qarşısına sərt çəkdi və top da Ukraynalılardan çıxır. Out. Əvəz etmə də reallaşdı. Məhəmməd Xəlilov, Rəvan Kərimov istirahətə yollanır. Elvin Əlizadə, komandamızın kapitanı. Qol ötürmələri ilə xüsusilə diqqət mərkəzində Elvin Əlizadə özünü çox yaxşı göstərir. Oyun qurucusu kimi Elvin. Vəli irəli xəttə boş idi. Vüsal da yanındadır. Ötürmə bir qədər yöndəmsiz idi, amma topu özlərində saxlaya bildi futbolçularımız. Vəli Qafarov. Vüsal İsayev ondan top istəyirdi. Yenidən topu Vəliyə ötürürlər. Elvin Əlizadə. Qarşısında Igor Tikhnenko var. Vəli burada isə ötürmə alınmadı. Bir qədər tez qayıtmaq lazımdır. Top qapı dirəyindən geri qayıtdı. Qapı tirindən geri qayıdır. Bəxtimiz gətirdi. Bir qədər gecikmişdi qapçımız. Hər şeyi yaxşı qutardı. Vəli Qafarov dərhal başladı, amma ötürdüyü zonada heç kim yox idi. Rəqib həmkarına kimi top gəlib çatdı. İrəlidə pressing edirlər. Eşkin Tağıyev sürətli və cəld futbolçudur. Burada isə topu ələ keçirmək mümkün olmur. Təmkin Xəlilzadə ilə bərabər irəli xəttdə Eşkin Tağıyev pressing edirdi, amma topu ələ keçirə bilmədilər. Elvin topu komanda yoldaşına qazandırır. Keçsə Eşkin Tağıyevə son anda mane oldular. Sinitsin idi bu. Nikita Sinitsin. Ukraynanın 11 nömrəli futbolçusu. Son toqquşması ondan idi və indi millimizin üzvləri topu oyuna daxil edəcəklər. Elvin Əlizadə. İyləgər ötürmələri var. Rəqib müdafiəsini yara bilir. Elvinin ötürməsi keçmir. Yenə də top futbolçularımızda qaldı. Elvin bir qədər geriyə, bir qədər dəqiq ötürmə alınmadı. Out. Yenə də futbolçularımız yerinə yetirəcəklər out'u. Vüsal İsayev. Vüsal bir qədər topu özündə saxladı. Vəlinin tam olaraq boş zonaya açılmasını gözlədi. Vəli Qafarov önü boşdu. Vəli Qafarov. Rəqib golkiper. Save edir burada. Miraslav. Çox qüvvətli zərbələri var Vəli Qafarovun. Və rəqib həmkarını 2 dəfə narahat edə bilib. Elvin İsayev dərhal başladılar. Qapıya zərbə. Gol! Hesab açtı milli komandamız. Yenə də Elkan gol vurur 7-ci dəqiqədə. Əla bir başlanğıc. Ənənə davam edir. Bütün oyunlarda hesab açan tərəf məhz futbolçularımız olur və Mir Mehdi Fərqəndi qüvvətli zərbə ilə Ukraynalı golkiperi məyus edir. Mir Mehdi Rızayev. O da bu Avropa çempionatında gol vurur. Özü də finalda gol vurur. Əla bir başlanğıc. İndi rəqibi irəlidə çıxmaq lazımdır. Ukraynalıların özünə gəlməsinə imkan vermək olmaz. Çox əla bir başlanğıc. Adət etmişik. İkinci, üçüncü, ilk 10 dəqiqədə ümumiyyətlə hesabı açmaq artıq futbolçularımız üçün bir ənənə alınıb. Bütün oyunlarda demək olar ki, erkən qollar vuruq. Əsas odur ki, ardı gəlsin. Əsas odur ardı gəlsin. Final maçıdır. Son bir oyun. Zəfərə son bir oyun. Slovakiyada Avropa çempionu olmuşuq. Bunu paytaxtda da reallaşdırmaq istəyirik.
Dünya çempionuyuq və növbəti hədəf Avropanı fəth etməkdir. Elvin burada isə bəli, açıq-aşkar agresiya var idi. Belə agresiya lazım deyil. Təmkin Xəlilzadəni yerə sərdi. Ümumiyyətlə, serblərlə oyunda da həm serblər, həm Çexiyalılar da bizim futbolçulara qarşı çox agresiv oynayırlar. Bunun da səbəbi müsahibələrdə futbolçularla söhbətdə bildiriblər ki, bizim futbolçular ayağında topu daha yaxşı saxlaya biləcək heyətə malik olduğu üçün bu da rəqibi qıcıqlandırır. Və belə bir agresiv davranışlar görmək olur. Ramil Çovdarov ötürməklə başladılar. Rəvan Kərimov, Rəvan bir qədər də geriyə, Ramil Çovdarov, ara ötürməsi yaxşı alındı, Məhəmməd Xəlilov özündə saxlaya bilmir, Rəvan Kərimov, Rəvan geriyə, Talih Babayev, Vəli Qafarov, Ramiz bir qədər sərt reaksiya verdi, komanda yoldaşının bu ötürməsinə düzgün ötürmə alınmamışdı, amma ilərdə pressingi davam etdirmək lazımdır. Məhəmməd Xəlilov rəqibin üzərinə gedirdi, qapıya zərbə, tam istədiyimiz kimi top qapının yanından keçir. Aleksandr Kolesnikov idi bu. Topu qapıya istiqamətləndirməyə çalışdı. Fikir verin, Vəli Qafarovun qapıda dayandığı arxa tribuna məhz həm yerlərimizdən Azərbaycanlı azarkeşlər də, Ukraynalılar isə öz qapıçılarının arxasında daha çox mövqeyləniblər. Orta tribunalarda isə neytral azarkeşlər var. Hələ ki, komandanın azarkeşləri qərarlaşıblar. İndi burada isə qayda pozuntusu yoxdur deyir. Xətai Bağırov yıxılmışdı. Xətayın pressingi top qapının üstündən keçdi. Əslində burada Xətaya qarşı qayda pozuntusu iddia dedi millinin üzvləri. Rəşad Quliyev dayanmadan təlimatlarını verir yan xəttə. Bu isə Aleksandr Bandardır. Ukrayna milli komandasının baş məşqçisi. İrəliyə göndərilən top. Topu hərəkətçidir. Talih Babayev zərbə olacaq mı? Talih cinah boyu oynadı. Çəkdi Xətayının zərbəsi. Xətay əla bir zərbə ilə həyatda qaldı. Xətay Bağırov Talihdən ötürməni qəbul etdi. Zərbə indirdi Ukraynalı qapçı. Yaxşı oynayır. Qapının ötürülən top, Ramil Çovdarov alınmadı zərbə. Zərbə alınmadı Ramil Çovdarovda. İrəlidə pressing var. Qapçının səhv etməyə məcbur edir. Milli komandamız Ramil Çovdarov top ələ keçirəcəkdi. Burada riskli oynadı Ukraynalı qapçı və yekunda da tam istədiyimiz kimi oldu. Bir qədər sərt oyun vardı. Rəvan Kərimov rəqibinə qarşı sərt oynadı. İndi dərhal da üzrxahlıq edir 9 nömrəli Vadim Ivanov. Fikir verin, bir qədər sərt oynamışdı Rəvan Kərimov. Amma onun da belə reaksiya göstərməsi, ağrılar içərisində qıvrılması və dərhal da ayağa qalxması göstərir ki, elə də çox ciddi bir zədə olmayıb. Bəli. Elə bir ağrı içində qıvrılır ki, o 2-3 saniyə sonra ayağa qalxırsa deməli orada bir qədər artistik nüanslar da var. Simulyasiya edib indi top ələ keçirdilər. Xətayı qapıya zərbə çəkdi Xətayı Bağırov. Əla bir fürsət idi. Rəqibini bir hərəkətlə geridə qoydu Xətayı Bağırov. Burada Məhəmməd Xəlilovun ötürməsini qeyd etmək lazımdır. Çəkdi, zərbə mövqeyinə çıxdı Ukraynalı qapçı. Ukrayna qapçı ən azı 3 seyv edib. 3 seyv edib azarkeşlərimiz bir daha deyə səslənirlər. Bu üstünlüyü daha bir qovuraraq rəqibin bütün ümidlərini azaltmaq lazımdır. Rəqibin müqamətini qırmaq lazımdır. Vəli Qafarov, Talih Babayev irəliyə göndərir. Burada Rəvan topa toxuna bilmədi. Top da meydandan çıxmadı. Əla bir hücum. Qapıya zərbə olacaq mı? Gözlədi. Zərbə. Yenə də qapısı. Təkrar zərbə. Ramil Çovdarov. Alınmadı təkrar zərbə. Arda zərbələr. Buraxmaq lazımdır. Topu çox yaxşı ələ keçirdilər. Amma qayda pozuntusuna işarə edir. Təmkin Xəlilzadə oyuna daxil oldu. Ümumiyyətlə, bu Avropa çempionatında hakimlərin bəzi hallarda bizim yüngül elə deyək, bizə qarşı bəzi qərarları olduğunu deyə bilər. Bəzi oyunlarda sərtliyə göz yumurlar. Bizim hər hansı bir hərəkət isə dərhal qayda pozuntusu kimi qiymətləndirirlər. Belə halları görmüşük. Qapıya zərbə olacaqmı? Elvin Əlizadə blokladı. Nəzərə alaq ki, Slovakiyada da Ukraynalılar daha çoxdur. Elə arenada da Ukraynalıların sayını daha çox görmək olar. Amma bütün bunlar bizim üçün yalnız və yalnız təfərrüatdan ibarətdir. Fərq etmir. Bura qələbə üçün gəlmişik. Bura çempionluq üçün gəlmişik.
Və hesabda da öndədir komandamız. Talih Babayev. Topu yan xətdən çıxardı. İkinciden zərbə təyin olub. Qapı qarşısında ötürülən top. Yaxşı qurtardı. Boşluq var idi. Boş soniyə açılmışdı epizodun təkrarında görəcək belə. Belə bir boşluq vermişlər müdafiədə, amma hər şey tam istədiyimiz kimi oldu. Elvin Alizadə. Vəli Qafarov. Elvin. Kapitan əla bir oyun qurmaq qabiliyyətinə malikdir. Vəli Qafarov irəliyə göndərir topu. Burada isə Ukraynalı futbolçu topu yan xətdən çıxardı. Ukraynalılar iddia edir ki, top futbolçumuzdan birinin kürəyinə dəyib, amma hakimin qərarı tam başqadır. Eşkin Tağıyev Elvinin yanındadır. Vəli ilə oynadı cinahda. Komandorlaşı var idi. Eşkin. Vəli Qafarov topu uzaqlaşdırır. Dərhal da qapıya qayıdır. Bir qədər riskə getdi komandamızın qapıçısı. Vüsal irəlidə pressing tətbiq edir. Elvin də o pressingə qoşuldu. 3 futbolçumuz var. Fikir verin, rəqibin mərkəzi keçməsinə imkan vermirlər. İrəli xəttdə dayanmadan pressing tətbiq edirlər. İndi Elvin rəqibin yanından sürətlənməsinə mane olmağa çalışır qapı qarşısına. Ötürülən top əslində bu zərbə idi. Vəli Qafarov azarkeşləri bir qədər də coşdurur, bir qədər də fəal olmağa səsləyir, bildirir ki, bu zərbələr onun üçün adi bir haldır ümumiyyətlə. Əslində qapıya zərbə vurmaq imkanına imkan vermək lazım deyil. Ki onlar qapıya zərbə indirsinlər. Növbəti toxunuş yan xətdən Ukraynalılar. Topu oyuna daxil edəcəklər. 15-ci dəqiqəyə ki ulaşmaq üzrədir milli komandamız. Minimal hesabla üstündür. Azarkeşlər də indi dayanmadan dəstəkləyirlər komandamızı. 2 dəqiqəyə yaxındır ki, Ukraynalılar daha yaxşı top saxlayırlar. Hələ ki qapçıya kimi ötürdülər. Miraslav topu irəli göndərir. Burada isə qəbulda bir qədər səhv Vəli Qafarov. Əhsən! Əhsən Vəli Qafarov. Əvəz yerə deməyiblər. Yaxşı qapçı komandanın yarısıdır. Çox kritik bir məqamda topu dəf edə bildi. Yaxın məsafədən qüvvətli zərbə idi. Gün zərbəsi yerinə yetirilir. Təmkin Xəlilzadə rəqibinə qarşı Kovoda oynamışdı və qayda pozuntusu. Hakim də Rumuniyalı Riferidə dərhal həmin yerə doğru gəlir. Azarkeşlərin, Ukraynalı azarkeşlərin bir qədər narazılığı var. Təmkin Xəlilzadə burada qaydanı pozmuşdu. Bu isə Ukraynalı azarkeşlərdir. Rejissorlar fürsətdən istifadə edib. Onlar da yaxın planda göstərdilər. 2 nəfərdən ibarət canlı sərt qurulub. Təmkin və Talih Babayev. Daha doğrusu Mirmehdi Rızayev canlı sətdədir. İndi Mirmehdi tək qaldı. Orada Talih bir qədər alandı. Təmkin orada da qapıya zərbə Elvin. Elvin irəli Eşkin var. Topu götürə bilmədi Eşkin Tağıyev. Burada isə Vüsal İsayevin üzünə top dəydi. Hakim də dərhal ona yaxınlaşır. Yaxın məsafədən qüvvətli bir zərbə ilə top üzünə çırpıldı. Vüsal İsayevin 17-ci dəqiqə yekunlaşır. Mirmehdinin vurduğu gol sayəsində, Mirmehdi Rızayevin vurduğu gol sayəsində komandamız hesabda öndədir. Qapı önünə ötürülən top. Toxunuş yox idi, bəli. Qapıdan zərbə olacaq. Vəli Qafarov topu oyuna daxil edəcək. Vəli. Talih Babayev. Yenidən Vəli Qafarovla oynayır. Talih adi bir vəziyyətdə topu ayağında saxlaya bilmədi və dərhal da geriyə müdafiə qayıdır. İndi Ukraynalılar bu fürsəti dəyərləndirə bilmədilər. Və dərhal Vəli Qafarovdan ötürmə. Ramit Çovdarov yəqini yaxşı geçdi. Ötürmə alınmadı. Ötürmə alınmadı. Əhməd Xəlilov da oradaydı. İndi Ukraynalılar azlıqda yaxalaya bilərlər. Keçib zərbə indirməsinə imkan vermək olmaz. Son toxunuş var. Xətay Bağırov da oradadır. Top yan xətdən çıxdı. Ramit Çovdarov pressing edir. Rəvan Kərimov rəqibin 7 nömrəsinə qarşı. Mikhail Kristinalı. Qapıya zərbə. Dəf olundu yenə də bu zərbə. Talih Babayev. Müdafiə planında faydalı şəmsalı çox yüksək olan bir futbolçudur.
Düzdür, bir epizodda topu ayağının altından çıxardı. Buraxdı daha da edilsək. Qəbul edə bilmədi, amma ümumi götürdükdə müdafiə planda çox iş görür Talih Babayev. Qapıya zərbə olacaq və tam istədiyimiz kimi də bu zərbə yekunlaşır. Dimitri Koloçko idi bu zərbəni indirən futbolçu. Rəvan Kərimov. Vəli Qafarov. Topu özündə yaxşı saxladı Xətai. Geriyə oynayır Xətai Bağırov. Rəvan. Ramit Çovdarov bildirir ki, Vəli ilə oynamaq lazımdır. Yaxınlaşan futbolçu vardı. Xətai Bağırov, Ramit Çovdarov. Amma bu ötürmələr silsiləsi dəqiq alınmadı. Top yenə də futbolçularımızda qalır. Vəli Qafarov. Rəqibin hiləsini aldanmadı. Sürüşmə fəndi ilə topu ondan almağa çalışırdılar. Hər şey istədiyi kimi oldu. Miraslav indi iləri çıxmağa çalışır. Topu alıb qapı boşdu, amma qaydanı pozdurmuşdular. Talih Babayev topu alarkən rəqibə qarşı bir qədər sərt oynamışdı. Fikir verək. Sərt toqquşmaydı əslində. Və hakim də bu epizodda qayda pozuntusu qeydə aldı. 20-ci dəqiqə başlayıb. Məhəmməd Xəlilov. Canlı səttə olan yegana futbolçumuz da Dimitri Koloçko. Yerini yetirəcək. Qüvvətli zərbə bloklandı. Rəvan Kərimov çox yaxşı saxlayır ayağında. Məhəmməd Xəlilov çevrilməyə çalışırdı. Topu özündə saxlaya bilmədi. Rəvan Kərimov hakimin bu qərarına bir qədər sərt etirazını bildirir və hakim də onu yanına çağırıb bir qədər sakit olmasını tələb edir. Hakimin qərarına çox sərt reaksiya verdi Rəvan Kərimov. Burada Məhəmməd Xəlilov rəqib şortunu da əlindən çıxartmışdı az qala. Formasından, şortundan tutub çəkirdi. Növbəti zərbə tam istədiyimiz kimi reallaşdı. Və indi fürsətdən istifadə edib əvəz etmələr. Hər iki komanda əvəz etmələridir. Təmkin oyuna daxil olur, Elvin oyuna daxil oldu. Mirmehdi, Eşkin və Vüsal Sayev dərhal başladılar. Mirmehdi zərbə mövqeyindədir. Təmkin Xəlilzadə geri oynadı. Elvin Əlizadə. O da öz növbəsində geriyə. Vəli Qafarov. Cinah oynayır. Təmkin. Elvini düşünmüşdü. Ötürmə alınmadı. İkinci dəfədir ki, bu hissə ərzində ötürmədə belə bir səhvə yol verdilər, amma Ukraynalılar da səhvlə cavab verirlər və təhlükə başlamamış sovuşur deyə bilərik. Vəli Qafarov topu oyuna yenidən daxil edir. Vüsal İsayev. Vüsal Avropa çempionatında qol vuran futbolçularımızdan biri də odur Vüsal İsayev. Vəli ilə oynayır. Vəli. Önü boşdu Vəlinin. Ötürmə. Cinah boyu. Yenidən geriyə. Mirmehdidən geriyə ötürmə. Vüsal. Geriyə oynayır. Vəli Qafarov. Burada komanda yoldaşını düşünür, amma top meydandan çıxmadı. Bir qədər diqqətli olmaq lazımdır. Cinah boyu Ukraynalılar hücum qurmağa çalışırlar, amma top qapı xəttindən çıxdı. Hər şey istədiyimiz kimi yekunlaşdı. 22-ci dəqiqə. Aleksandr Bondarı görürsünüz. O da həyəcanla təlimatlarını verir Ukrayna milli komandasının baş məşqçisi. Vəli Qafarov. Qüvvətli zərbə ilə topu dərhal irə göndərir. Təmkin burada topu götürə bilmədi, amma burada isə Mirmehdi bir qədər gecikmişdi. Hissənin sonlarıdır. Daha diqqətli olmaq lazımdır və hissənin sonlarını topu ələ keçirib daha bir qol vura bilsək rəqibin tam olaraq müqavimətini qıra bilərik. Eşkin Tağıyev topu uzaqlaşdırdı. Əla bir görüntüdür. Arxa planda Azərbaycan bayrağına sarılmış həmyerlilərimiz Bratislavada komandamızı dəstəkləyirlər. Turnir boyu Bratislavada yaşayan həmyerlilərimiz, təxminən 3-4 minə yaxın həmyerlimiz yaşayır Bratislavada. Onlar hətta oyundan sonra da, hər qələbədən sonra da komandamızı dəstəkləyir. Komandamızın üzvləri ilə xatirə şəkilləri çəkdirirdilər. Əla bir görüntülər var idi və turnir boyu komandamızı heç bir halda tək qoymadılar. Vüsal İsayev. Vüsal gözləyir, tələsmir. İndiki məqamda vaxt bizim lehimizə işləyir. Vəli Qafarov. Ukraynalılarsa irəlidə cəmi bir futbolçu ilə pressing edirlər. Onlar da riskə getmək istəmir. Vəli qarşısında boşluq var idi. Ötürmə edir, amma burada heç kim yox idi. Eşkin Tağıyev bir qədər geri planda qalmışdı.
Ukraynalılar out'u yerinə yetirdilər. Top uzaqlaşdırılır. Top uzaqlaşdırılır. Vüsal İsayev. Ramil Çovdarov oyuna daxil oldu. Rəvan da hazırlaşır oyuna daxil olmağa. Yeni dörtlü Talih, Məhəmməd Xəlilov. Və Ukraynalılar da görürsünüz, onlar da nəğmə oxuyaraq komandalarına dəstək verirlər özünə məxsus şüarlarla. Tribunalarda azarkeşlər arasında da rəqs qrupları var. Onu da xüsusi qeyd edim ki, final oyununa yaxşı hazırlaşıb təşkilatçılar. Onu da xüsusi vurulamaq istədim. Qapı qarşısına zərbə bloklandı. İndi əvəz etmə olar mı? Hələ ki tələsmir milli komandamız üzvləri. Çünki Ukraynalılar altdan top oyuna daxil etdilər. Topu uzaqlaşdırmağa çalışırlar. Ramiz Çovdarov topu saxladı. Ramiz bir addım geriyə dərhal irəliyə göndərilir. Amma eşkinə topun çatmasına imkan vermədi. O toxunuş həll edici oldu. 25-ci dəqiqə, birinci hissədə sonuncu dəqiqə başlanır. Topu burada yenə də meydandan çıxaran futbolçumuz məhz Ramiz Çovdarovdur. Miraslav, Ukraynalı qapçı. Topu oyna, daha doğrusu oyuncu. Bıraxdı qapçı, bıraxdı oyuncu daxil etdi Elvin Əlizadə. Elvin çox kobud səhv amma müdafiədə yaxşı oynadıq. Belə bir səhv etmək olmaz. Təmkin Xəlilzadə. Təmkin bir qədər düşündü, gecikdi və topu itirdi. Bir qədər cəld qərar vermək lazımdır. Növbəti dörtlü artıq birinci hissənin əsas vaxtının bitməyindən saniyələr qalıb. Talih Babayev top oyuna daxil edəcək. Hakem indi final oyunudur. 1 və 2 dəqiqə artıra bilər. Adətən 1 və 2 dəqiqə görürük. Son oyunlarda əsasən 2 dəqiqələr daha çox diqqət mərkəzindədir. 1 dəqiqə. 1 dəqiqə elan olundu bəli. 1 dəqiqə artırıldı ilk hissənin əsas vaxtında. Məhz itirilən vaxt 1 dəqiqədir. Ukraynalılar hücum qururlar və Ali Qafarov Əhsən düzgün mövqe seçmişdi və sakit oynamağa çağırır milli komandamızın üzvlərini də. Vəli yaxınlıqda olan Ramizlə oynadı. Ramiz dərhal irəli göndərir amma burada heç kim yox idi. Məhəmməd Xəlilov topu götürə bilmədi. Növbəti hücum qurmağa çalışırlar. Yenə də top milli komandamızda qaldı. Əks əmin olacaqmı? Keçdi rəqmini. Yaxşı keçdi amma onu qarşı yıxırlar. Standart vəziyyət və sarı vərəq olacaq. Bu standart vəziyyətdən maksimum istifadə etmək lazımdır. Fasilə ərəfəsində bu standart vəziyyətdən maksimum istifadə etmək lazımdır. Məhəmməd Xəlilov keçmişdir. Ramiz Çovdarov yenə də o rəqibə qarşı dərhal bir qədər aqressiv davrandı amma qalib gəlir. Komandamız indiki məqamda rəqibin bu qıcıqlandırıcı hərəkətlərinə, aqressiyasına qarşı eyni aqressiyasına cavab vermək lazım deyil. Hər şey istədiyimiz kimi edir. Onsuz da oyun boyu xüsusilə serblərlə görüşdə, Çexiyalılarla qarşılaşmada rəqiblər bizə qarşı sərt oynayaraq futbolçularımızı qıcıqlandırmağa çalışırdılar. Bunu futbolçular özləri də açıqlamanda bildiriblər. Burada Vəli Qafarov topu ələ keçirdi, uzaqlaşdırdı, tutdu və dərhal da başladı. Hissənin son epizodu olacaq. Məhəmməd Xəlilovu indi ayağa qaldırmağa çalışırlar. Son epizod, son standart vəziyyət. Böyle bu standart vəziyyəti necə yenir? Ramiz Çovdarov topun yanındadır. Dünya çempionatının, Bakıdakı dünya çempionatının en yaxşı futbolçusu seçilmişdir Ramiz Çovdarov. Standart vəziyyəti də məhz milli komandamızın 7 nömrəli futbolçusu yerinə yetirəcək. Vüsal da ora gəldi. Ötürmə ilə başlaya bilər. Rəvan var cinahda, digər cinahda da indi mövqelənən futbolçular var. Talih də oradadır. Ramiz Çovdarov qapçı qaytardı. Qapçı qaytarır. Bəli, birinci hissə yekunlaşır. Birinci hissə Mehdi Rızayevin vurduğu qol sayəsində milli komandamız fasiləyə olanı təxminən 5 dəqiqəlik fasilədən sonra reportajımız qaldığı yerdən də bu oyunu canlı izləyənlər arasındadır. Oyundan əvvəl ulduzların görüşündə iştirak etmişdi və arenada, bugün Tipo Sport Arenada da əla bir hava var. Ümumiyyətlə, daha bir maraqlı məqam ondan ibarətdir ki, Avropa çempionatının təşkilatçılığında Bakının təşkilatçının izi görünür. Bakıdakı dünya çempionatı o qədər möhtəşəm təşkil olunmuşdu ki, artıq bu Avropa çempionatı da Bakıdan bir nümunə kimi götürülüb və əvvəlki yarışlardan fərqli olaraq Bratislavada da təşkilatçılıq səviyyəsi
Bakı nümunələrinin üzərində qurulub deyə bilərik. Bunu təşkilatçılarla söhbətimizdə də özümüz yaxından hiss edirik. İstər azarkeşlərin arenaya daxil olması, istənilər oyunlar zamanı şov proqramlarının təşkili, könüllərin təşkili. Vəli Qafarov böyle bir məqamda səhvə yol verdi. 28-ci dəqiqə. İndi Ukraynalılar bir qədər fəallaşırlar. Bu milli komandamızın taktiki gelişi də var. Serbiyalı görüşdə də. Komandamız ikinci hissədə bir qədər müdafiə planından oynamışdı. İrəli və riske getmək istəmir. İndiki məqamda hesabda öndədir. Final oyunudur. Belə bir qarşılaşmada, belə bir görüşdə riske getməmək ən məntiqli davranışdır. Rəqibin üzərinə gəlməyini gözləyirlər. Bir səhv məsələni tamamilə dəyişə bilər. Miroslav qüvvətli zərbələ topu irəli göndərir. Yenə də topu qarşıladılar. Əla bir ötürmə. Rəvan Kərimov. Xəta irəli çıxıb. Rəvan qapı önünə baxdı. Rəvan. Zərbəsi alınmadı Rəvan Kərimovun. Rəvan Kərimovun zərbəsi alınmır. İrəliyə doğru ötürülən top. Ukraynalıların hücumları bu dəqiqələrdə bir qədər körtəbidir. Əslində bu vəziyyətdən istifadə etmək lazımdır. Amma burada isə topu özümüzdə saxlaya bilmədik. Məhəmməd Xəlilov bir qədər istədiyi kimi topla rəftar edə bilmədi. Xətai Bağırov pressing edir. Xətai digər cinaha Rəvan Kərimov. Rəvan rəqibin önünü kəsirdi. Burada isə top altdan oyuna daxil edəcəklər. Bir qədər Məhəmməd Xəlilov ona mane oldu. Əslində belə hərəkətlər də lazım deyil. Geriyə. Rəqib hücum qurmağa çalışır. Müdafiədə diqqətli oluruq. Topu qarşılamağa çalışırıq. Bu cinahdan digər cinaha göndərirlər. Hələ ki, mərkəz xətti belə keçməyə imkan vermir. Futbolçularımız və pressinglə onları geriyə kimi çəkilməyə məcbur etdilər. İndi Rəvan Kərimov. Rəvan topu aldı. Qapı. Zərbə. Təkrar zərbə alınacaqmı? Talih satsa zərbə indirsəydi. Amma Talih topa çata bilmədi. Talih Babayev. Rəvan Kərimovun əzmkarlığı komandamıza topu qazandırdı. Məhəmməd Xəlilovun ilk zərbəsi alınmamışdı. Talih Babayev də özünü topa çatdıra bilmədi. Həkimlərin meydana daxil olmasını istəyir. Rumuniyalı Sezar Ionescu. Məhəmməd Xəlilov zərbə endirərkən ayağını bir qədər əzələsini dartıb. Ukraynalı azarkeşlər Məhəmmədin yerdə bu qədər qalmasından narazıdır, amma azarkeşlərimiz də fərqli reaksiya verir. Bu gün hər iki komandanın azarkeşləri kifayət qədərdir tribunada. Bir daha qedim ki, Slovakiyada Ukraynalıların sayı kifayət qədər çoxdur. Amma Bratislavada da 3-4 minə yaxın həmyerlimiz yaşayır və onlar hər turnir ərzində, hər oyunda komandamızın yanındaydılar və bu gün də qapı arxası tribunanın biri tamamilə həmyerlilərimizdən təşkil olunub. Orta tribunada var. Talihin ötürməsi istənilən kimi alınmır. Xətai Bağırovu düşünmüşdü Talih Babayev. Amma bu ötürmə istənilən kimi alınmadı. Yan xətdən Ukraynalılar top oyuna daxil edəcəklər. 32-ci dəqiqə. Hesabda üstünlük Mirmehdinin qol sayəsində. İrəliyə göndərilən top burada qarşıladılar. Rəvan Kərimov. Rəvan və yenə də top yan xətdən çıxır. Ramil Çavdarov bildirir ki, topu özü oyuna daxil edəcək. Burada qayda pozuntusu da vardı. Bir qədər geridən daxil edilməsini istədi. İkinci hakim İstvan Mut. Azərbaycan sadalarını eşidirsiniz. Xətai Bağırov, Xətai rəqibindən keçdi. Xətai qapıya zərbə. Tam istədiyi kimi alınmadı Xətai Bağırovun zərbəsi. Denis Blank top oyuna daxil edir. Miroslav. Gol! Gəlmədi. Gol olacağını düşündüm amma yanlış reaksiya. Rəvan Kərimov. Az qala gol olacağını düşünüb fikir verin. Sanki topun qapıdan keçdiyini görmüşdüm. Təkrar zərbə. Qapıcı dəf edir. Oturduğum şərhçi mövqeyindən azarkeşlər elə reaksiya verdilər ki, sanki topun qapıdan keçdiyini gördüm və belə bir reaksiya verdim, amma gol sanki özünü gözlətmir. İndi Ukraynalıların əks həmləsi.
Top qapının yanından keçdi. Əla bir fürsət idi. Rəvan Kərimovun pressingi. Vaxtilə UEFA Çempionlar Liqasında Karis topu oyuna daxil edərkən Karim Benzema'nın topu qapıdan keçirdiyi anı xatırlatdı mənə. Bizə də xoşdur ki, bizim futbolçularımız belə bir yüksək turnirin finalında, belə bir yüksək səviyyəli oyunda hər hansı bir xoş xatirəni bizə yaşadır, xatırladır. Hatay'ın pressingi var. Ukraynalılar indi çıxmağa çalışırlar. Topu ələ keçirdiyi mərkəzdə əla bir ötürmə çevrilir. Zərbə! Miroslav! Artıq qapçının sayısı, hesabsız seyvləri var. Sayını itirmişəm. Komandasını bu dəqiqələrdə tək başına xilas etməkdədir. Ukraynalı golkiper. Amma bu zərbələrdən birində dəqiq oynamaq lazımdır. Dəqiq oynamaq lazımdır. Rəqibin müqavimətini qırmaq lazımdır. Standart vəziyyət. Rəvan Kərimov topun qarşısını kəsir. Miroslav. Elvin Əlizadə kapitan irəlidə pressing edir. Denis Blank. Denis. Miroslavla oynayır. O da dərhal irəli göndərdi. Burada isə topu ələ keçirir amma Elvin topa çata bilmədi. Bir qədər cəhd davransaydı bəlkə də. Burada yenə də topun qarşısını kəsilir. Bloklayırıq. 4 futbolçu hazırlaşır. Dərhal əvəz etmə olacaq. Təmkin meydana daxil oldu amma digər üçü gözləyir. Digər üçü gözləyir. Elvin irəlidə pressing edirdi. Dərhal irəli göndərilir. Başla topun qarşısını kəsilir. Rəvan topu yenə də özlərində saxlaya bilmədilər. Qıraqda İsa Atayev var. Meydana daxil olmağa hazırlaşan futbolçulardan Mini Mehdi Rızayev və Vüsal İsayev gözləyir. İrəliyə doğru Vəli əlindən qaçırmışdı amma hakim də bildirir ki, qayda pozuntusu var idi. İndi əvəz etmələrin vaxtıdır və Vüsal, İsa və Mini Mehdi oyuna daxil olur. Görüşdə vurulan yeganə qolunun müəllifi Mini Mehdi Rızayev. Dərhal irəliyə göndərilən top. Out. Milli komandamızdır. Təmkin. Elvin Əlizadə. Elvin bir dəqiqədən əvvəl irəlidəydi. Vəli Qafarov önü boşdur. Vəli ötürmə edir. Boşluğu da yaxşı gördü. Amma bu topu keçirə bilmədilər. İsa bir qədər geriyə. Qapıya zərbə olacaq mı? Yaxşı keçdi. Zərbə top qapının üstünə keçir. Vüsal İsayev'in zərbəsi təhlükəli idi. Erşad Quliyevi görürsüz. Qısa zaman ərzində əla bir komanda formalaşdırdı. Əvvəlcə Avropa çempion oldular Slovakiyada. Bu ölkə bizim komandamız üçün düşərlidir. Uğurlar məhz Slovakiyadan başladı. Koşice şəhərindən. Bakıda dünya çempion olduq və yenə də Slovakiyadayıq. Bu dəfə paytaxtda. Daha bir uğurun astanasındayıq. Sadəcə və sadəcə 15 dəqiqə ayırır bizi bu uğurdan. Hesabda üstünlük. İleriye gönderilen top. Boşluğu vermək olmaz. Bütün mövqelər üzrə Ukraynalıları yaxşı bağlayırlar. Burada təmkin hakimə əlaşası verir. Burada qayda pozuntusu qeydə aldı. Hakimin qərarı ilə razı deyirlər. Vəli Qafarov topu dərhal irəli göndərir. Orada artıq heç bir futbolçumuz yox idi və dərhal topu irəli göndərdi. Mini Mehdini yaxın planda görürsünüz. Mini Mehdi Rızayev komandamızın yeganə qolunun müəllifidir. Final oyununda çox əhəmiyyətli bir qol vurub. Elvin. Orada yıxılan futbolçu var. Hakim ona reaksiya vermədi. Mikhailo Gritsina. Mikhailo topu uzaqlaşdırmağa çalışırdı. Burada isə İsa Atayev nəzarət edirdi. Out meydan sahiblərini. Daha da isə nominal qolaqlarındır. Milli komandamızın üzvlərindəndir. Halkı başladılar. Out əldə işlərir. İndi Ukraynalılar top oyuna daxil edəcəklər. Topu ələ keçirdi amma yenə də topu meydanda saxlaya bilmədi. Miroslav. Mini Mehdi tək başına pressing edirdi. Topu ələ keçirdi. Elvin çox əla ötürmələri var. İsa'nın ötürməsi. Yenidən təkrar İsa'nı düşünürdü amma topun ötürmək mümkün olmadı Ukraynalılar üçün. Hücum imkanı. Qapı qarşısına ötürülən top. Toxunuş. Xeyr, xeyr. Heç nə yoxdur bildirir hakim. Hakim üzərinə getdilər.
Təmkin hakimin üzərinə sərt şəkildə gedir. Epizodun təkrarını izləmək maraqlıdır. Toxunmuşdu mu? Xeyr, toxunmamışdı. Özünü yerə attı burada Ukraynalı futbolçu. Amma hakim həm təmkinə vərəqə göstərdi, həm də qərarını dəyişmədi. Toxunmamışdı təmkin, fikir verin. Bəli, heç toxunmamışdı, heç toxunmamışdı. Hakimin gözü önündə baş verir. Əslində simülyasiyaya görə rəqibə sarı vərəqə göstərmək olardı. Amma bu Avropa çempionatında biz alışmışıq hakimlərin bizə qarşı belə qərarlar verməyinə. Amma olsun, istənilən halda komandamız o qədər güclüdür ki, komandamız o qədər inanır ki, bütün bunlara rəğmən bu gün buradan çempion kimi ayrılacaq. Buna bütün azarkeşlər inanır. Üçlü canlı səd var. 39-cu dəqiqə. Diqqətli olmaq lazımdır. Ötürməklə başladılar. Qapıya zərbə bloklandı elə. Top təmkinə deyərək qapı xəttindən çıxır. Vəli Qafarov onu bir qədər də ruhlandırır. Fikir verin. Son anda Təmkin Xəlilzadə bəli. Təmkin Xəlilzadə. Top oradan uzaqlaşdırır. Həllükə var. Vəli Qafarov. Çox hiyləgər bir zərbə idi. Aleksandr Kolesnikov idi bu. Yenidən Aleksandr özü yerinə yetirəcək, hələ ki bu zonadan çıxa bilməmişik. Ötürməklə başladılar, topu hələ keçirdi, irəlidə boş olan futbolçularımız var, dərhal irəli əksəmliyə reallaşdırmaq lazımdır, keçib zərbə endirmək lazımdır. Qapının ötürülə top futbolçularımızda qaldı, çevrildi, xətaya qarşı hakimə baxıram, yəqin ki vara baxılacaq, bir qədər aləm dəydi bir-birinə. Sarı vərəqə İsa Atayevə göstərilir, axı niyə? Burada xətaya da yıxılmışdı. Var, vara baxmaq lazımdır. Burada onu itələmiş dəlilə. Aleksandr Kolesnikov'du bu. Final oyununda bir qədər gərginlik artır. Amma bu gərginlikdən sadəcə İsa Atayev sarı vərəqə ilə cəzalandı. Xətaya hələ ki ayağa qalxa bilməyib. 40-cı dəqiqə. Varda yoxlanış olacaq, bəli. Var çək gəldi, varda yoxlanış olacaq. Var. Amma görə indi bu vardan hansı qərar çıxacaq? Bu epizodu, əminəm ki, yox. Digər epizodu varda yoxlayırlar. Rejissorlar səhv göstərdilər. Var yoxlanışı məhz xətayinin epizodu ilə bağlıdır. Amma rejissorlar orada səhv başqa bir epizod göstərdilər. Amma vardan hər hansı hələ ki bir qərar gəlmədi. Hər şey qaydasındadır deyir Rumuniyalı Sezar Ionescu. Vardan hər hansı bir qayda pozuntusu gəlmədi. Hakim də görürsünüz, var otağından qayıtdı. Amma əslində az əvvəlki epizoda baxmaq lazım. O simülyasiya epizoduna baxmaq lazım idi ki, orada əslində heç nə yox idi. Boş yerə təmkinə də sarı vərəqə verdilər. Yenə də az qala top alacaqdıq. Topu əslində aldıq, toxunduq, amma qapıya istiqamətləndirə bilmədi. Rəvan Kərimov irəlidə çox yaxşı pressing tətbiq edir. İrəliyə göndərilən top. Top yan xətdən çıxdı. Ukraynalıların hücumunu izləyirik. Qapı qarşısına ötürülən top. İlk dəfədir ki, bu qədər ikincisi də boşluq verdi. Mikhail Gritsina. Topu qapının üstündən vurdu. 42-ci dəqiqə başlanıb. Toxunuş da var idi. İkincidən zərbə. Ramit Çovdarov oraya yerləşməyə baxır. Aslında ikincidən zərbə deyil. Qapıdan zərbə təyin etmişdi. Hakimlər bir qədər qərar vermədə də tərəddüd etdilər. İndi dəqiq qərar verdilər. Ramit Çovdarov mərkəzdə. Topu ələ keçiririk. Topu futbolçularımız ələ keçirir. Mərkəzə doğru boşluq vermək olmaz. Son anda toxunuş vardı, blok qoydular. Əhsən, Talih Babayev. O birinci hissədə də qeyd etmişdi. Müdafiə planında bu futbolçu çox yaxşıdır. Qapı qarşısına ötürülən top, qüvvətli zərbə. Top qapının üstündən keçir. 43-cü dəqiqə, Ukraynalılar təzyiqi bir qədər artırıblar. Geridən hücum qurmağa çalışacaq Ukraynalılar. Rəvan pressing edir yerdə. Ramit Çovdarov da bu pressingə qoşuldu. Rəvan top ala bilmədi.
Amma pressinglə bir qədər geriyə çəkilməyə məcbur etdilər Ukraynalıları. Dimitri Sarkinin də Dimitri keçdi rəqibini. Rəvan var idi o zonada. Futbolçularımız sizə inanla müdafiə olunurlar. Boşluq verməməyə çalışırlar. Talih Babayev yenə də özünü zərbənin önünə atır. Müdafiə planında əla oynayır Talih Babayev. Zərbələrin bloklanmasında çox yaxşı iştirak edir və tam istədiyimiz kimi yekunlaşdı bu hücum. Lazım olan anda lazım olan yerdə olmağı bacarır Talih Babayev. Xətay Bağırov hazırlaşır. Az əvvəlki zədəsi ilə də ciddi deyil, oyuna daxil olacaq. Yenə də top meydandan çıxır. Bəli, özüm sustum ki, siz də azarkeşlərin şəhidlər ölməz, vətən bölünməz. 44-cü dəqiqədə hər zaman olduğu kimi dünyanın hansı nöqtəsində olur olsun keçirilən yarışlarda şəhidlər ölməz, vətən bölünməz şüarları ilə şəhidlərimizi rəhmətlə anırıq. Onların ruhları qarşısında baş əyirik. Və bugün bu arenadan çempion kimi çıxmağı hədəfləyirik. İndi isə cinah boyu ötürülən top alamalı. Vüsal İsayev geri oynuyor. Elvin Əlizadə. Elvin Əlizadəni orada uzaqlaşdırdılar. Elvin son anda özünü itirdi. Vəli Qafarov topu irəli göndərir. Özünə qarşı qayda pozuntusu olduğunu bildirir Elvin. 45-ci dəqiqə oyunun sonluğudur. Qələbə hesabını qorumağa çalışırıq. Müdafiədə inanla oynayırıq. Ukraynalılar vaxt keçdikcə daha çox riskə yol verəcəklər. Raslav topu irəli göndərir. Vəli Qafarov bir qədər irəlidəydi. Yenə də daha diqqət mərkəzində olan futbolçu Aleksandr Kalesnikovdur. Daha hündürboy, ucaboy bir futbolçudur. Başla topu qapıya istiqamətləndirməyə çalışdı. Burada isə qayda pozuntusu var. Qayda pozuntusu var. 11 nömrəli futbolçu Nikita Snistin qaydanı pozmuşdu. İstvan Mut onun yanındadır. Baxaq, bəli, bu epizodda qaydanı pozmuşdu İsa Atayeva qarşı. İstvan Mut. Və təbii ki, oyunun sonluğunda bir qədər oyunda ritmi aşağı salmaq üçün də bu hərəkətləri başa düşmək olar. Çempionluqdan bizi təxminən 5 dəqiqə ayırır. Avropa çempionluğundan bizi 5 dəqiqə ayırır. 46-cı dəqiqədir. Aleksandr Bondarda saatına baxır. Ramit Çovdarov dünya çempionatının ən yaxşı oyuncusu. Avropa çempionatında da komandasının heyətində ən yaxşılardan. Ümumiyyətlə bu Avropa çempionatında komandamızın bütün üzvləri əla çıxış edirlər, əla oyunlar sərgiləyirlər. Həm qrup mərhələsi, həm play-offlar. Bütün hallarda hesab açan tərəf, üstün olan tərəf məhz milli komandamız oldu. Əsl çempion kimi, əsl lider kimi meydanda mübarizə aparırlar və rəqiblər də xüsusi motivasiya ilə hazırlaşırlar və epizodlarda çox sərt oynayırlar milli komandamızın üzvlərinə qarşı. Bunu xüsusilə Serbiya və Çexiya ilə görüşlərdə görmüşük. İndi topu millimizin üzvləri oyuna daxil edəcəklər. 47-ci dəqiqə. Məhəmməd Xəlilov boş sonraya açılırdı. Oraya hansı ötürmə edəcəklər. Ramit Çovdarov topu özündə saxlaya bilmədi. Ramit topu özündə saxlaya bilmədi. Burada Ukraynalı futbolçu əzələsini dartıb. Gözləyin deyir hakim. Ukraynalı futbolçunun əzələsi dartılıb və indi onu kənara çıxardılar. Nikita Snistin idi bu. Oyunun sonluğunda azarkeşlər bir qədər nədənsə sakit dayanır. Əslində bu anlarda daha coşqulu olmaq lazımdır. Miroslav topu irəli göndərir. Arenanın çox hissəsində Ukrayna azarkeşlər olduğu üçün fikir verin. Tam olaraq sakit şəkildə oyun izləyirlər. Vəli Qafarov irəliyə göndərir. Burada isə yenə də Ukraynalı golkiper topu tutur. Xatayının pressingi var. Elvin oradadır. Topu ayağında saxlaya bilmədi. Hər şey tam istədiyimiz kimi cərəyan edir. Oyunun son saniyələrində, son dəqiqələrində.
Qapı önünə ötürülən top alınmadı. Elvin. Elvin topu itirmir. Amma qaydanı pozdu. Topu itirmədi amma qaydanı pozdu Elvin Əlizadə. Və sarı vərəqə. Kapitana göstərilir 48-ci dəqiqədə. Bir qədər də təmkinli olmaq lazımdır. Çox az qalır. Bir qədər təmkinli olmaq lazımdır. 3-4 dəqiqə təxminən. Və daha bir tarixi uğurun astanasındayıq. Avropa çempionu olmuşduq və ikinci dəfə yenə də Slovakiyada Avropa çempionluğunu bayram edə bilərik. Standart vəziyyətlər hər zaman təhlükəlidir mini futbolda. Ona görə bir qədər diqqətli olmaq lazım bu standart vəziyyətdə. İkili canlı səd var, ötürməklə başladılar. Qapıya zərbə bloklandı. Ramit Çovdarov topun qarşısını kəsir. Millimizin heyətində ən fəal oyunculardan biridir. Hər epizodda, hər mübarizədə döyüş şənliyi ilə seçilən bir futbolçudur Ramit Çovdarov. Miroslav. İrəlidə pressing var Xətayinin. Qapçıya qarşı pressing və qapçı dərhal top irəli göndərir və Vəli də topa toxunmadı. Topa toxunmur. 49-cu dəqiqə. Elvin Əlizadə. Vəli Qafarov. Ramit Çovdarov. Burada son anda top Ramizə dəymişdi. Dərhal başladılar. Çevrilməsinə imkan vermək olmaz. Aleksandr Kolesnikov. Heç nə yoxdur deyir. Hakim deyir. Heç nə yoxdur. Əksəmdə necə olacaq? Ukraynalılar etiraz edirlər. Etiraz edirlər. Topu özdən də saxlamağa çalışdılar. Amma burada Məhəmməd Xəlilov keçdi. Məhəmməd Xəlilov ötürmə. Qapıya zərbə olacaq mı? İlişdirdilər ayaqlarını. Təkrar zərbə alınmadı. 49-cu dəqiqənin tamamında təhlükəli əksəmlizi VAR tələb edirlər. VAR-da baxılacaq. Xətai Bağırov idi deyəsən burada epizodun mərkəzində. Epizodun təkrarına baxaq. Burada bu epizodda hansı bir qayda pozuntusu yoxdur. Birinci epizoddan söhbət gedir. 50-ci dəqiqə başlanıb. 50-ci dəqiqə başlanıb. Hər ikəs ayaq üstədir. Əllinci dəqiqə indi görək. Hakim oyunun sonluğuna nə qədər artıracaq? Kolesnikovun etirazları var amma bu etirazlar bir bəhrə vermədi. Hələ ki VAR-da baxdım, yoxlanış da bitdi. Hər hansı bir şey yoxdur. 50 dəqiqə. 5 dəqiqə. 5 dəqiqə itirilən vaxtı 5 dəqiqə artırılıb. Ukraynalılar hücum edir. Millimiz müdafiə olunmağa çalışır. Xətai. Ramit Çovdarov orada pressing edir. Vüsal. İsa Atayev. İsa Atayev Vüsal'la beraber topu birləşib topu aldılar. Vüsal. Vüsal. Künc xətti yaxınlığında topu özündə saxlamağa çalışdı. Küncdən zərbə. Artıq qapçı oyuncu modelindən istifadə edir Ukraynalılar. Qapıda boşdur. Bir əks həmlə ilə görüşün taleyini həll etmək olar. Xətai Bağırov. İsa. Vüsal Atayev. İlerlemeye çalışırlar. Topu uzaqlaşdırdı. Talih Babayev bu gün ən yaşlılardandır. Müdafiə planında Talih Babayev bu gün ən yaşlılardandır. Hakimə etirazlar var. Ukraynalı futbolçuya etirazlar var. Artıq meydana girib etirazını sərt şəkildə bildirirlər. Ramit Çovdarov da orada hadisələrin mərkəzindədir. Topu oyuna daxil edəcəklər. Artırılan vaxtın 2 dəqiqəsi geridə qalıb. Ukraynalıların hücumu qapısı boşdur. Qapısı oyuncusu ilə oynayırlar. Kolesnikov qapıya zərbə alınmadı. Topu hələ keçirmək də mümkün olmadı. Xətai Bağırov idi topa istiqamətlənən futbolçu. Son həmlələrdir Ukraynalıların. Xətai irəlidə təkdir. Ramit Çovdarov.
Ramiz Xətaydan keçdi. Aleksandr Kolesnikov. Ramiz qapı qarşısına ötürülən top ayağına dolaşdı. Ukraynalı futbolçunun Vəli Qafarov əhsən təkrar zərbə imkan vermədi. Talih Babayev. Talih Babayev. Müdafiədə keçilməz təsir bağışlayır Talih Babayev. Həqiqətən də həm birinci hissədə, həm ikinci hissədə çox sayılı epizodun önünü kəsir. Ramit Çovdarov. Xətai rəqibinin qarşısına kəsməyə çalışırdı. Aleksandr Cinah bu ötürdü. Vüsal çatmadı burada. Son toxunuş milli komandamız üzərindədir. Vəli topu vermir, dərhal başlamağa qoymadı və buna görə də sarı vərəqə. İndi futbolçularımız artıq yerləşdilər. Dərhal ötürməklə başlayırlar. Bu hücumu soğuşdursaq, top ələ keçirsək. Gücdən zərbə olacaq. Növbəti gücdən zərbə. Yenə ötürməklə başladılar. Ramiz onun ötürməsinin qarşısını kəsirdi. Amma hələ ki topu almaq mümkün olmayıb. Ara ötürməsi. Cinah boyu oynayırlar. Tam olaraq riskə gedib Ukraynalılar. Bu riski aradan qaldırmaq lazımdır. Topu ələ keçirmək lazımdır. Xətai orada preslik edir. Keçdi Ukraynalı futbolçu. Qapıya zərbə endirməyə çalışır. Vəli Qafarov imkan vermədilər. Əhsən sizə. Əhsən, son anda topu uzaqlaşdırırlar. Aramsız hücumlar. Növbəti zərbə. Bu dəfə də Ramit Çovdarov. imkan vermir. Arda həmlələr. Başla zərbə imkan vermək olmaz. Çevrilməsinə imkan vermək olmaz. Topu hələ ki çıxarda bilmirik. Ukraynalıların növbəti hücumu. Zərbə bloklandı. Qapı boşdur. Gol! Azərbaycan millisi 2 qat Avropa çempionudur. Avropanı da fəth edirik. Dünya çempionları Avropanı fəth edir. Bu artıq reallıqdır. Azərbaycan mini futbolda dünyanın ən güclüsüdür. Dünya çempionu olmaqla bunu göstərmişdi. Və indi Avropa çempionu, 2 qat Avropa çempionu tituluna da malikdir. Qapı boş idi. Riski aradan qaldırmaq lazım idi və bu riski də aradan qaldırdılar. Əhsən uşaqlar. Həqiqətən də əhsən. Bratislavada Tipo Sport Arenada inanılmaz sevinci var. Bu artıq qələbədir. Bu artıq çempionluqdur. İnanılmazdır. Amma reallıqdır. Həqiqətən də. İndi ölkəmizdən kənarda İdman TV ilə bu oyunu izləyən milyonlarla azarkeşin sevincini anlamaq olar. Ekran qarşısında hər kəs Azərbaycanın çempionluğunu, Azərbaycanın uğurunu çılğın şəkildə qeyd edir. İnanılmazdır. Amma yenə qeyd etdiyim kimi bu bir reallıqdır. Ukraynalıların son həmləsi artıq artırılmış vaxtda bitir. Son çarə, son hücum, qələbənin rəsmiləşməsi üçün hakimin fitini gözləyir futbolçularımız. Qoşalmaq olmaz. Vəli Qafarov əhsəsələ 3-cü gol gələcək mi? Amma bir qədər təyəsdir, amma görüş bitdi. Azərbaycan millisi Avropa çempionudur. Slovakiyada növbəti tarix yazılır. Bu ölkə bizim üçün düşərlidir və Koşitsanın ardından Bratislavada da Azərbaycan millisi Avropa çempionu olur. 2 qat Avropa çempionudur artıq Azərbaycan millisi. Mini futbolda komandamız qarşı salanmazdır. Hər qazandığı qələbə, hər iştirak etdiyi turnirdə qazandığı uğurlarla bunu bir daha nümayiş etdirir. Ölkəmizdə komanda idman növləri arasında ən yüksək uğur atan milli komandalardan biridir. Qısa zaman ərzində Mini Futbol Federasiyasının həqiqətən də gördüyü iş göz önündədir. Həm ölkə çempionatının təşkili, həm milli komandanın Avropa çempionluğunun ardından dünya çempionu olması və ardından 2 qat Avropa çempionu olması. Belə bir deyim var. Qalib olmaq, zirvəyə qalxmaq nə qədər çətindirsə, zirvədə qalmaq bir o qədər çətindir. Həqiqətən də komandamız
zirvədə qalmağı da bacarır. O çətin olan işin öhdəsindən layiqincə gəlir. Çünki biz Azərbaycan futbolçuları, Azərbaycan milli komandası, Azərbaycan idmançıları hər zaman öz əzmkarlığı ilə seçilirlər və bunu hər zaman meydanda göstərirlər. Elvin Əlizadə komandamızın kapitanı. Bəli, komandamız 2 qat Avropa çempionudur. Komandamız Avropanın zirvəsini də fəth etdi. Komandamız 4 il ərzində inanılmaz uğurlar qazanır. Və məncə bu görüntüləri şərtsiz izləmək ən gözəl duyğulardır, ən gözəl hisslərdir. Avropa çempionatında milli komandamızın oyunlarını Bratislavada şərh etdi. Ümumiyyətlə Avropa çempionatının bütün qarşılaşmalarını İdman TV vasitəsilə canlı olaraq izlədiniz. Bu qarşılaşmanı, bu zəfərə gedən yolu mən Elgün Fətəliyev sizin üçün şərh edirdim. Mən sizlə sağollaşıram, amma efirimizdə hələ də Azərbaycan idmançılarının qələbə sevinclərini izləyə bilərsiniz. Sağ olun, gecəniz xeyrə qalsın, zəfər Azərbaycan idmançılarının olsun.